Düşmən tapdağında 30 il qalan Qarabağ dil astı, imdad dilədi. Atam tək oğullar, ərrər ərənlər cəm 44 günə azad elədi. Nəslimin davamçısıdır o uşaqlar. Oğlumun yadigarıdır o uşaqlar. O uşaqlar böyüyüb atasının yolunu yesinlər. Mən hər gün məşğələmə başlayanda şəhid Gülşən var sağ tərəfimdə başda Polat Həşimov olmaqla hamısını yad eləyirik uşaqlarımızla. Muratla çox qürur duyuram, oğlumla qürur duyuram. Qürur eləyirəm ki, belə atam olub və bizim vətənimizi qoruyub, xilas eləyib. Mən Əliyev Ülqar Rəhimoğlu, şəhid Rəhimli Muradın atasıyam. Müharibə başlayanda demə məndən xəlbət, ayın 28-i gedib bu hərbi komissarlığa yazdırıb özün. İşdən gəldim, dedilər ki, bəsəyirəm, bunu çağırırlar voyenkomata çağırırlar. O yəni xeyirdir, dedilər, bəs Poveska yarıb getməlidir müharibəyə. Oktyabrın biri, səhər bunu apardılar. Hamısı getdi, onlar uşaqlar hamısı getdi. Getdi, sasan. Getdi o da indi tərtib Bərdiyə gedib, Bərdədən Göranboya aparırlar, Ballıqaya, o gecə qalıblar. Sonra təzədən Tərtərə gətiriblər. Ayın 6-sı mən işləydim, danışdı mənlə. Saat 11 idi, 11-in yarısı bir aralardadırsa. Danışdıq, elədik. Mən bilmirdim ki, bu heç döyüşə gedib bunlar, mənə demirdi. Deyirdilər ki, telefonda çox şey danışma olmaz. Nəsə, dedim, onda yoldaşı ilə danışıb bir. Ayın 7-si axşam idi. Belə çörək yeyirdi, axşam saat 8-də adalardı. Bir də gördüm, böyük qardaşım gəldi. Ülqar edirsən, dedi, hə. Dedim, çıx yuxarı. Gördüm, gəldi, ağlayaqlar. Ülqar, bəs şeyləmə, özünü tox tut, Muradı gətirirlər. Ənətə gətirirlər, bəs Murad şəhid olub gətirirlər, ağlayaqlar. Murad şəhid olub gətirirlər. Mən Əliyev Mələyəm, Rəhimli Muradın anasıyam. Alıncaqda ağladım, dedi, ağlama, dedi, dalımcaq. Qayıdıb gələcəm. Niyə ağlayırsan, dedi, ağlama. Qayıdıb gələcəm, dedi. Daha gözlədim, heç qayıdıb gəlmədi. Muratla çox qürur duyuram, oğlumla qürur duyuram. 3 uşağım var idi. 2 qız, 1 oğlan idi. Qardaşım da birinci müharibədə şahid olub. Onun uşaqları nətər qalıb, Muratın da uşaqları elə qalıb. Birinin 3 yaşı qalıb, birinin də 1 yaşında. Muratın adının nənəsi. Qaynənəm qoydu ki, Muratınıza çatmışsın. Ondan qabaq mənim 3 dənə uşağım ölmüşdü. 1 oğlan, 2 qızı ölmüşdü. Oktyabr ayında olan uşaqlarım dururdu. O bir aylarda olan uşaqlar hamımız ölmüşdü. 3'ü də oktyabr ayında olanlar dururdular. Allah Teala getdim onu şahid elədi, daldı. Ruhu şad olsun. Mən Rəhimli Qəmər Şükür qızı, şəhid Rəhimli Muradın xanımıyam. Mənim atam 1-ci Qarabağ müharibəsini şəhid edir. Rəhimov Şükür Əvəzoğlu. O da vətən uğrunda 1-ci Qarabağ müharibəsində könüllü olaraq Ağdam döyüşlərində iştirak etmiş və 1994-cü ildə şəhid olmuşdu. Rəhimli Murad mənim bibim oğludur. Biz qohumuq ailəlikcə. Və belə deyim də, o adətən qohumlar arasında uşaq vaxtından olur. Deyirlər ki, sənin qızı olacaq, mən sənə qızımı verəcəm. Bizdə də elə bir ailə olub. Yəni, belə deyim də, ailələrimizin razılığına biz ailə qurmuşuq. 5 il idi, ailəli idik və müharibə başladı. Murad könüllü şəkildə yazılmışdı. Bizə demədən, biz onu dostlarından öyrəndik Muradın könüllü yazılmağını. Murad müharibəyə gedən günü inanın o qədər həvəslə, o qədər belə canfəşanlıqla, adətən biz xeyir işlərə, toya gedəndə bəzənərik, gözəl geyinərik. Yəni Murad da oydu. Düşünün, bəy ayaqqabısını geyinib müharibəyə getdi Murad. Yəni, bilirsiniz necə, biz ailəlikcə, nəsillikcə həqiqətən şok yaşadıq. Yəni, bu xəbər bizim 2-ci səfər sarsıtdı. Bu xəbərdə ən çox sarsılan təbii ki, mənim anam oldu. Düşünün, özü yaşadığı talib balasının başına gəlir və bütün yasa gələn qohumlar hamısı anama deyirlər ki, sən talibi qızıva verdin, hədiyə. Yəni, bir ana üçün bu nə qədər ağrı acıdır. Mən heç bir anaya arzulamıram, inanırsınız. Heç kim arzulamıram. Mənim anam
Məsəl üçün, mənim iş yoldaşlarım da deyirlər ki, sənin anan necə yaşlıdır? Mənim anam Muraddan sonra inanın ki, bir 20 yaş, 30 yaş yaşlaşdı. Halbuki necə, yəni xanım xatın idi. Anam belə deyim də bizim xoşbəxtçiliyimizi görüb, uşaqlarımı, Muradın mənə davranışını, inanın o qədər biz xoşbəxt idik. Bütün nəslə nümunə idik də, inanın. Yəni 5 il ərzində biz bir dəfə də olsun dalaşmırdıq. Bir dəfə də olsun. Elə bil ki, illərin ailəlisi o cür. Üzr istəyirəm bizə baxan böyüklərimizdən. Yəni bilirsiniz, çox incidir, çox yaralayır adamı. Düzdür, bugün ayaq üstəyik, artıq 5 il keçdi. 5 il keçdi. Murad şəhid olundu. Mənim balaca oğlumun 1 yaşı var idi. Eyni mənim kimi. Mənim necə 1 yaşım var idi, eyni. Allah hamısının ruhunu şad eləsin. Qismət həyatdır, nə bilim, atam yolu getməyi, bilirsiniz, çox təsirlidir. Artıq düz 5 il keçibdir. Yəni 5 il ərzində belə deyim də, yuxularıma girir. 5 il keçməyinə baxmayaraq. Hər uşaqlar xəstələnəndə yuxuma girmə, oyatması Muradın. Dəfələrlə olub ki, əlindən tutub deməsi ki, gəl, gəl. Yəni bilmirəm. Belə deyim də, bəlkə də bu günləri şükür olsun Allah müəllimi işləyirəm mən. Özüm ibtidai müəlliməsiyə mali təhsilliyəm. Amma 64 saylı bağçada tərbiyəçi müəllim olaraq fəaliyyət göstərirəm artıq 5 ildir. Mən hər gün məşğələmə başlayanda şəhid güşəm var sağ tərəfimdə başda Polad Həşimov olmaqla hamısını yad eləyirik uşaqlarımızla. Bu yaxınlarda çox gözəl bir mənim vətənimə aid açıq məşğələ verdim. Şəhidlərimiz təbii ki başda anıldı. Qürurluyuq, fəxirliyik. Mənim 9 yaşım var, 3-cü sinifdə oxuyuram. 2017-ci ildə doğmuşam və mənim atam şəhid olduğu üçün mən onunla çox qürur eləyirəm ki, belə atam olub və bizim vətənimizi qoruyub, xilas eləyib, öz canını bizim vətənimiz üçün irəli atıb və mən atam üçün şəhidlər üzrə bir şeir demək istəyirəm. Düşmən tapdağında 30 il qalan Qarabağ dil astı, imdad dilədi. Atam tək oğullar, ərrər ərənlər cəm 44 günə azad elədi. Atam məni parka aparmışdı balaca vaxt. O vaxt 3-4 yaşımdaydım və mənə yaşıl qatar almışdı. Hələ də o mənim evimdə qalıb. Nəslimin davamçısıdır o uşaqlar. Oğlumun yadigarıdır o uşaqlar. O uşaqlar böyüyüb atasının yolunu yesinlər. Siz gəlib bu şəhidləri tanıtırırsınızsa, Allah sizə, atanıza, ananıza, sağdırsa Allah canına sağ etsin. Ölürsə Allah rəhmət etsin. Sizi balalarınızın üstündən əksik eləməsin. Deməli, Muradı apardılar ayın 31-i. Amma belə deyim də, avtobus getmədi. Qaytardılar geri və çox sevindik ki, yəni qismət deyilmiş də Muradın getməyi. Evdəkilər bəs zəng elədi ki, yox, artıq Murad ora peçat vurulubdur, sabahları tezdən gedəcək. 1 oktyabr. Deməli, mən də uşaqları bağçaya aparmalıyam, 1 oktyabr. Məni qoymadı. Dedi ki, yox, sən məni yola salmağa gəlmə. Qaynanam gel getdilər. Onda Hüseyin balacaydı, qeyd elədim ki, 1 yaş. 10 gün belə, 15 gün belə olardı. Məhəmməd apardım, bağçaya qoydum. Ürəyim dayanmadı. Mindim avtobusa getdim Muradın gedəcəyi yerə. Hərbi komissarlar getdim ki, artıq baldızım gel çıxıblar. Deyək ki, Murad getdi. Gedən günü danışdıq. O qədər səsi gözəl gəlirdi, inanın. O qədər belə şən, əhval-ruhiyyəli ki, cəmaatın qəmər, qayğısı, cəmaatın belə deyim də yardımı dəhşətdir də. Hamı sevinir ki, bəs torpaqlarımız azad olacaq elə. Son elə bir 3 gün rahat danışdıq. Ayın 4-ü danışamadıq. Ayın 5-i axşamüstü danışdım. Bir də ayın 6-sı qaynatama zəng eləmişiymiş. Qaynatam deyib ki, bəs qəmərlə danışdığından deyib ki, yox. Mənlə danışdı, 12 işləmiş. Sən demə, saat 2-də bunlar hücuma keçirmişlər. Tərtər su qovuşan uğrunda. Gedən döyüşlərdə Murad şəhid olub. Qismət. Muradla gedən 18 nəfər, bir dənə Murad şəhid oldu. O 17 nəfərlə inanırsınız, onların demək olar ki, nə bilim,
Hansı balasına xeyir iş elədi, hamısında iştirak elədim bu 5 ildə. Düzdür, ürəklə iştirak elədim, belə fəxrlə. Hamısında da qol qaldırdım, oynadım. Necə lazımdır da, yəni. Elə ki, sanki Murad oradadır. Amma çox pis olurdum. Yəni, həddən artıq ki, yəni, heç biz balalarımıza toy belə eləmədik. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Başda generalımız Polad Həşimov olmaqla, başda Allah onun anası Səmaya xanım olmaqla, bacısı Kəmalə xanım olmaqla, mən o ailəni o qədər çox sevirəm ki, bəlkə də bu Allahın bir qismətidir ki, mən Polad Həşimovun evinin qarşısındakı bağçada tərbiyəçi müəllim olaraq işləyirəm. Arada onlara gedirəm. O evə girəndə inanın mən elə bilə məscidə gəlmişəm. Bəzən mən deyirəm ki, məsciddən söz düşür, deyirəm ki, mən elə bilə o evə gedəndə elə bilə məscidə gedirəm. O qədər gözəl abu-hava, o qədər o Səmaya xanımın duruşu var ha. Məsələn, o da mənə elə deyir ha, deyir ki, sən şəhid yoldaşlar içində seçilmişsən qızım. Duruşun, danışığın, yəni Allahın bir yazısıdır da, qismətidir. Bəli. Mən Muradla fəxr edirəm. İnşallah ki, o da mənimlə fəxr eləyər. İnşallah ki, bir səhvimiz olmaz. İnşallah o dünyada bizə şəfaətçi olar. Sağ-salamat balalarımı böyüdərəm. Yenə deyirəm, mən o arzu istəyinə yaşayıram ki, Məhəmməd ilə Hüseyni böyüdüb, özünün dediyi kimi, gördünüz, hörmətli, ziyalı bir bəylərdən olsun. Allah bütün şəhid ailələrə səbir versin. Başda şəhid ataları, şəhid anaları olmaqla, biz gəlinlər bu cür yanırıqsa, şəhidin acısı ilə biz bala böyüdürük bugün. Bəli, bugün xoşbəxtlik. Allah cənab prezidentimizin canı sağ eləsin. Biz dəmir yumruq olaraq birləşdik. Həqiqətən bu birliyimizdən mən belə deyim də zövq aldım. Bir müəllimə kimi danışıram. Arzu eləyirəm ki, mən şəhid xanımları çox irəli getsinlər. Şəhid balalarına belə deyim, hər zaman yanında olsunlar, yanında olaq balalarımızın. Onları vətənimizə layiqli böyüdək. Necə ki, deyirlər, məsələn, Muradın oğlu Məhəmməddir. Qoy desinlər ki, halal olsun Məhəmməd sənə. O cür atanın oğlu oldun, halal olsun Hüseyin. Mən inanmam ki, elə olacaq. Arzu eləyirəm ki, inşallah bir 20 il sonra balalarıma toy eləyim, siz də belə çəkiliş eləyəsiniz. Artıq 6 il ötür ay oğul. Ürəyim köksümə sığışmaz oldu. Sənə var gücü ilə sarılan qollar bu illər boyunca sarılmaz oldu. Bəli, illər keçdi. 6 il ötdü. Murad adlı bir yara, bir həsrət alışıb yanan ürəklərdə məhşər kimi yandı, daima da əbədi yanacaq. Bugün biz yenə bir qəhrəmanımızın, bir vətən oğlunun ailəsinin qonağıyıq. 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vətənin xilası üçün Murad da qatıldı. Getdi ki, canı baxasına olsa da vətəni xilas etsin. Torpaqlarımızın bütövlüyü uğrunda vuruşdu, su qovşan uğrunda da şəhadətli zirvəsinə ucaldı. Geridə qoyduğu yaralı ürəklər, ağlar gözlər qaldı. Bu vətən üçün, bu xalq üçün canından keçməyə dəyər. Dəyər dedi. Dedi ana, ata, vətən mənim üçün hər şeydən üstündür. Axı siz mənə vətəni, xalqı sevməyi öyrətmisiniz. Özümüzlə ənənəvi olaraq ailəmizə Quran-ı Kərim kitabını gətirdik. Gətirdik ki, ailəyə sülh, əmin-amanlıq, xoşbəxtlik, saadət və hüzün gətirsin. Gətirsin ki, bir daha bu evdə, bu ailədə, bu torpaqda acı gözyaşları olmasın. Amin. Müqəddəs kitab, ana, sizə təqdim edirik. Ümid edirik ki, şəhidimizin cənnət güşəsində özünə yer tutacaq. Çox sağ olun. Ana qeyd elədi ki, Murad özü də gecələr Quran-ı Kərim oxuyurmuş. Bəli. Bu şəhadətinə artıq sağkən, ürəyinə dandığına görə sağkən hazırlaşırmış. Allah şəhidlərimizin ruhunu şad, məkanını cənnət eləsin. Amin. Şəhidimiz Rəhimli Murad İlqaroğlu 2020-ci ildə Suqovşanda qələbə zəfərini çalıb şəhadətli zirvəsinə ucaldı.
qələbəmizi bizə bəxş etdilər. O şəhidlərdən biri də Murad idi. Geridə qoyduğu yadigarlar bu vətən üçün, bu dövlət üçün, bu millət üçün əmanətdir. Gəlin əmanətlərimizə sahib çıxağın. Qafqaz Müsəlmanlar İdarəsinə, 114 TV kanalının rəhbərinə, bütün kollektivə öz təşəkkürümüzü bildiririk. Bildiririk ki, təşəkkürümüzü şəhidlərimizi, vətən uğrunda canından keçən şəhidlərimizi, qazilərimizi, vətən oğullarını unutmağa, unudulmağa qoymurlar. Sağ olun.